Salamlar, mən klinik psixoloq Aynur Həsənzadə. Bugün sizinlə panik atak nə deyildir bu barədə bəhs eləyəcəyik. Çünki panik atak zamanı bir çox insan özündə baş verən simptomları həddindən artıq fəlakətləşdirir, yanlış şərh eləyir və bu da atak anının daha da uzanmasına, atak müddətinin uzanmasına, həmçinin də panik atak simptomlarının daha da şiddətlənməsinə gətirib çıxara bilir. Panik atak real bir təhlükə yox ikən insan bədəninin bir təhlükə var imiş kimi siqnal göndərməsi prosesidir. Yəni sanki bədən doğrudan da bir təhlükə var imiş kimi yanlış siqnallar göndərməyə başlayır. Bu zamanda panika, qorxu, təşviş reaksiyaları və müəyyən fiziki simptomlar üzə çıxmağa başlayır. Bu simptomlara qəfil başlayan tənginəfəslik, ürək döyüntülərinin sürətlənməsi, bədəndə artan titrəmə, tərləmə, qan təzyiqinin yüksəlməsi, ani baş gicəllənmə kimi simptomlar aid ola bilər. Əslində bütün bu simptomlar beynin bir təhlükə var imiş kimi zənn eləməsi və bunun da nəticəsində simpatik sinir sistemini işə salması nəticəsində baş verir. Hansı ki, beyin bizi qorumaq istəyir və buna görə də simpatik sinir sistemini işə salır. Burada da bizim savaş və qaç mexanizmimiz işə düşür və biz panik ataklar zamanı dərhal parasimpatik sinir sistemimizi işə salacaq texnikalardan və fəaliyyətlərdən istifadə eləsək, panik atak 1-2 dəqiqə ərzində çox rahatlıqla kontrol altına alına bilən və tamamilə sakitləşə bilən bir vəziyyətdir. Əgər simpatik sinir sisteminin, parasimpatik sinir sisteminin nə olduğunu, necə işlədiyini bilmirsinizsə, bu barədə çox daha ətraflı bir video çəkmişəm. YouTube kanalımdan bunu keçid eləyərək izləyə bilərsiniz. Yuxarı yerləşdirəcəm və daha sonrasında bu videoya qayıda bilərsiniz. Lakin bir çox insan panik atak anında dərhal parasimpatik sinir sistemini aktivləşdirməyə keçmək yerinə bədəndəki simptomlarını fəlakətləşdirməyə başlayır. Hansı ki, panik atakların müalicəsindəki ən böyük maneələrdən birisi fərdlərin öz simptomlarını yanlış şəkildə şərh etməsi, yəni bədəndə baş verən bir mexanizmlər, bir reaksiyalar yaranır və fərd bunun nədən dolayı yarandığını bilmədiyi, anlamadığı üçün öz simptomlarını yanlış şəkildə şərh eləyə bilir və eyni zamanda da öz simptomlarını fəlakətləşdirir. Bu da həm panik atakın müddətinin uzanmasına, həm də simptomların şiddətinin və intensivliyinin artmasına gətirib çıxarır. Və unutmayın ki, nə qədər fəlakətləşdiririksə simptomları, simptomlar yoxa çıxmağa əvəzinə bir o qədər də möhkəmlənirlər. Sanki biz beyinə biraz da panika, biraz da təhlükə mesajı göndərmiş oluruq ki, bir yerlərdə bir təhlükə var və sən hal-hazırda məni qorumaq üçün alarm rejimində olmalısan. Bir təhlükə var və biz burada mübarizə aparmalıyıq. Ona görə də bədən sakitləşmək əvəzinə biraz da panika reaksiyaları göstərməyə davam eləyir. Bu səbəbdən də istəyirəm ki, bugün panik atakla bağlı olan bu yanlış düşüncələrə daha ətraflı baxaq. İlk baxacağımız düşüncə panik atak infarkt deyildir və infarkta səbəb olmaz. Panik atak keçirən zamanı fərdlər özlərində hiss elədikləri sinə, kürək nahiyəsindəki sıxılma, gərginlik hissini, tənginəfəsliyi, ürək döyüntülərinin sürətlənməsi, tərləmə, baş gicəllənmə kimi simptomları infarkt keçirməklə səhv sala bilirlər və öz simptomlarını deyəsən mən infarkt keçirirəm şəklində şərh eləmək fərdlərin əksinə simptomları nəinki aradan qaldırmalarına, biraz da onları şiddətləndirmələrinə səbəb ola bilər. Bunun üçün gəlin infarkt və panik atak arasındakı fərqlərə baxaq. Miokard infarktı zamanı ürək əzələsinə qan getmir, damarlar tıxanır və bunun da nəticəsində tədricən başlayan sinə nahiyəsindən qol, boyun və kürək əzələlərinə doğru yayılan bir ağrı müşahidə olunur. Burada ağrı adətən tədricən başlayır, get-gedə güclənir, adətən 20 dəqiqədən çox davam edən bir proses olur və həmçinin sol qolda keyimə, uyuşma kimi müəyyən simptomlarla müşayiət olunur. Panik atak zamanı isə simptomlar ani və kəskin şəkildə başlayır. Bir anda başlayan ürək döyüntüsü, tənginəfəslik, sinə və kürək nahiyəsində sıxılma hissi, bununla yanaşı baş gicəllənmə kimi fiziki simptomlar, həmçinin də paralel olaraq deyəsən ölürəm, deyəsən infarkt keçirirəm, deyəsən dəli oluram şəklindəki fəlakətləşdirmə düşüncələri kəskin şəkildə anidən inkişaf eləməyə başlayır. Ən əsas baxacağımız fərqlərdən birisi infarktda simptomlar
tədricən artır, şiddətlənir. Panik atakda isə ani və kəskin bir başlanğıc olur. Bundan da önəmlisi panik atak zamanı atakın ilk 1-2 dəqiqəsində siz parasimpatik sinir sistemini işə salan texnikalardan istifadə etdiyiniz zaman, hansı ki bu diqqət məşqləridir, nəfəs məşqləridir, 5 duyğu orqanını işə salma məşqləridir. Bunlardan istifadə elədiyiniz zaman simptomlar çox sürətli bir şəkildə sakitləşməyə başlayır, atak aradan qalxır. Lakin təbii ki, infarktda belə bir sakitləşmə simptomların aradan qalxmasından söhbət gedə bilməz. Və təbii ki, burada bir haşiyəyə çıxmaq istəyirəm. Əgər siz ilk dəfədir belə bir hal yaşayırsınız, ürək nahiyənizdə ağrılar başlayıbdı və belə bir narahatlıq hiss eləyirsinizsə, təbii ki, burada öncə bir fiziki check-updan keçmək önəmli ola bilər. Lakin əgər siz daha öncə fiziki check-updan keçmisiniz, həkim sizə ürəyinizlə bağlı heç bir problem olmadığını söylüyor, infarktda heç bir risk daşımadığınızı söylüyorsə və yaşadığınız bu simptomların psixoloji kökəndən gələ biləcəyini söylüyorsə, o zaman simptomlar yaşadığınız zaman simptomları daim infarkt kimi şərh eləmək, davamlı olaraq kardioqramma çəkdirmək üçün müraciət eləmək və bunları təkrarlamaq təbii ki, sizin simptomlarınızın daha da şiddətlənməsinə gətirib çıxaracaqdır. Əlavə olaraq bilməli olduğunuz məlumat budur ki, panik atak zamanı yaşadığınız o sinədəki gərginlik hissi infarkta səbəb olmur. Yəni, əgər başa düşürəm bu yaşadığım panik atakdır, amma ya bu yaşadığım sinə ağrıları, sinədəki gərginliklər sabah bir gün infarkta səbəb olar deyə düşünürsünüzsə, bu düşüncənizə heç bir əsas olmadığını bilməyinizi istəyərəm. Amerika Ürək Assosiasiyasının keçirdiyi araşdırma başda olmaqla panik atakla bağlı saysız hesabsız araşdırmalar artıq sübut eləyir ki, panik atak keçirən fərdlərin elektrokardioqramması çəkildiyi zaman burada ürəyin işi tamamilə normal və sağlam olur. Yəni ürəkdə hər hansı bir zədə, hər hansı bir işemiya, damar tıxanması və s. kimi bir vəziyyət yaranmır və yaxud da buna risk yaranmır. Sanki həmin anda sadəcə ürəyiniz sürətli qaçış rejimində olur. Necə ki biz müəyyən bir məsafəni sürətli şəkildə qaçdığımız zaman ürək daha sürətli qan pompalamağa başlayır, təngi nəfəslik yaranırsa, panik atak zamanı da simpatik sinir sisteminin işə düşməsi ilə bənzər bir fiziki reaksiya yaranır. İkinci baxacağımız düşüncə isə nəzarəti itirirəm, deyəsən dəli oluram qorxusudur. Panik atak psixoz deyildir və psixoza səbəb yaratmaz. Panik atak zamanı yaşadığı simptomların fərqinə varan bir çox fərq, görəsən dəli mi oluram, ağlımı itirirəm, kimi narahatlıqlara qapıla bilir. Lakin gəlin baxaq görək fərqlər nədən ibarətdir. Psixoz vəziyyəti panik atakdan çox fərqlidir. Psixoz zamanı fərd reallıqla əlaqəsini tamamilə itirir. Yəni özünü, reallığı düzgün olduğu şəklilə dərk eləyə bilmir. Burada qeyri-real hisslər yaranır, yəni gözə nələrinsə görünməsi, qulağa qeyri-real səslərin gəlməsi, yaxud da qeyri-real inanclar yaranır fərdin özü ilə, ətrafı ilə bağlı. Hansı ki, bu da sayıqlamalar adlanır. Panik atak zamanı isə biz əksinə reallığa həddindən artıq bağlı oluruq həmin anda. Və burada hipervigilans dediyimiz həddindən artıq oyanıqlıq halı yaranır. Yəni beyin elə bilir ki, hansısa bir təhlükə var və bu təhlükəni də aradan qaldırmaq və bizi qorumaq üçün hər xırda şeyə xüsusilə diqqət yetirir, həddindən artıq diqqət yetirir. Və məhz buna görə də biz bədənimizdə baş verən ən xırda bir simptoma belə həddindən artıq diqqət yetiririk və nəticədə də təbii ki, simpatik sinir sistemimizin işi güclənir və bizim atakımız şiddətlənməyə başlayır. Psixozdan fərqli olaraq siz yaşadıklarınızın bir simptom olduğunu başa düşürsünüz, reallıqdan qopmursunuz, yaşadığınız reallığı olduğu kimi hələ də dərk eləyə bilirsiniz. Psixozda isə tablo təbii ki, belə olmur. Fərd öz gördüyü reallığı tamamilə qeyri-sağlam, qeyri-real bir şəkildə şərh eləyə bilir. Və yenə də gəlsək bu düşüncəyə ki, mən panik atak yaşamaqdan axırda şizofreniya və psixoz səviyyəsinə gəlib çatarammı deyə bir narahatlıqlarınız varsa, bu düşüncələrə də yenə də əsas yoxdur. Çünki heç bir etibarlı tibbi araşdırma mənbələri bizə göstərmir ki, panik atakdan sonra kimdəsə şizofreniya, psixoz və s. kimi digər problemlər başlanğıc götürə bilər. Yəni qısacası panik atak yaşasanız da bu nə vaxtsa şizofreniya və yaxud da psixoza çevrilə bilməz. Üçüncü düşüncə, panik atak ölümcül deyildir. Ölümlə nəticələnməz. Bir çox insan panik atak zamanı yaşadığı simptomlardan o qədər qorxur ki, düşünür ki, mənim bədənimdə hansısa bir qalıcı hasar, qalıcı bir zədə yaranır və bu məni nə vaxtsa öldürə bilər. Yəni panik atak yaşasam nəticədə ölə bilərəm. Lakin panik ataklar ölümcül deyil və ölümlə nəticələnmir. Yenə də bayaqki məlumata qayıtsaq, panik atak bədənin sanki təhlükə var siqnalını yanlış şərh etməsi nəticəsində olur və burada əslində realda görünürdə bir təhlükə olmur, amma
bizim zehnimizdə təhlükə kimi qavradığımız müəyyən bir düşüncələr yaxud da tetikləyicilər ola bilər. Bunun da nəticəsində beyin zənn eləyir ki, sanki həqiqətən də bir təhlükə var və müəyyən bizi qorumaq üçün fiziki simptomlar göndərir. Bənzər simptomlar az öncə dediyim kimi biz sürətli qaçdığımız zaman yaxud da Luna Parkda hansısa bir atraksiyonlara, roller coasterlara mindiyimiz zaman da bədənimizdə baş verir. Bədəndə adrenalin artır, qan dövranı sürətlənir, qan təzyiqimiz yüksəlir, yaxud da ürək döyüntülərimiz sürətlənir və bunlar keçici, müvəqqəti bir simptomlardır. Ölümlə nəticələnməz, ölümə gətirib çıxartmaz. Lakin atak anında mən bu simptomlara görə öləcəm, deyəsən ölürəm kimi düşünmək simptomların yenə də fəlakətləşdirilməsinə və şiddətin artmasına gətirib çıxarır. Yəni, loru dildə desək, panik atak zamanı eləməli olduğumuz şey o roller coasterdan enməkdir. Nəinki roller coasterın sürətini biraz da artırmaq və enmək üçün bizə lazımdır parasimpatik sinir sistemimizi hərəkətə keçirmək. Lakin panik atak zamanı simptomlarımızı daha da çox fəlakətləşdirmək nəinki roller coasterdan enməyimizə kömək olur, əksinə o roller coasterın sanki sürətini biraz da artırmağımıza gətirir, çıxarır. Digər bir məqam isə odur ki, panik atak ürək getməsinə, bayılmağa səbəb olmaz. Bir çox zaman o ani baş verən baş gicəllənmə, ürək döyüntüsünün sürətlənməsi ilə fərdlər sanki nəzarəti itirirəm, indi ürəyim gedəcək, bayılacam kimi düşünə bilirlər. Lakin burada belə bir fərq var. Adətən ürək getmə, yəni bayılma zamanı qan təzyiqi kəskin şəkildə aşağı düşür. Panik ataklar zamanı isə qan təzyiqi ürəyin güclü fəaliyyəti nəticəsində əksinə yüksələ bilir. Bu da bizi bayılma, ürək getmə ehtimalımızı demək olar ki, aradan qaldırır. Və son olaraq da panik atak zəiflik əlaməti deyildir. Panik atak nə sizin zəif olduğunuzun, nə iradəsiz olduğunuzun göstəricisi deyil, əksinə ataklardan dolayı özünüzü bu şəkildə etiketləmək atakların daha da çox təkrarlanmasına, şiddətlənməsinə, müddətinin uzanmasına gətirib çıxara bilir. Panik atak uzun müddət güclü qalmağa çalışmış insanların yaşadığı bir durum olur adətən. Çünki uzun müddət stresin, gərginliyin, yüksək kortizol həddinin bədəndə yığılıb saxlanılması bir nöqtədən sonra bədənin bizə artıq siqnal göndərməsinə gətirib çıxarır ki, bax sən uzun müddətli stres yaşayırsan, yaxud da hansısa bir emosiyalarını bastırırsan, lütfən bunları gör və aradan qaldır şəklində bədənin bəzən bizə alarm, siqnal göndərməsinin də nəticəsi ola bilir. Nəticə olaraq panik atak nə infarkt deyildir, nə ölümcül deyildir, ölüm və infarkta səbəb olmaz, psixoza səbəb olmaz və psixoz deyildir. Panik atak xoşa gəlməz, amma təhlükəsiz bir psixoloji reaksiyadır və müalicəsinin önündə duran ən böyük maneə simptomları yanlış şərh eləmək, yanlış anlamaqdır. Biz nə vaxt ki panik atakı doğru anlamağa başlayırıq, onu bir fəlakət kimi yox, simptomlar kimi görməyə başlayırıq. Elə o zaman da panik ataka qalib gəlmiş oluruq. Sanki belə düşünə bilərsiniz, necə ki bizim təzyiqimiz qalxır və biz normal şəkildə başa düşürük ki, mənim təzyiqimi nə qaldırdı, nə baş verdi ki, mən bu narahatlığı yaşamağa başladım və necə öz təzyiqimi dərhal kontrolda saxlaya bilərəm, onu normal həddinə qaytara bilərəm deyə düşünüb təzyiqimizi nəzarətdə saxlamağı öyrəniriksə, eləcə də panik atakda siz düşünə bilərsiniz ki, nədən dolayı mən bu atakı yaşadım? Uzun müddət bəlkə hansısa emosiyamı bastırırdım, bəlkə uzun müddətdir stres, gərgin iş yükü altındaydım, bəlkə uzun müddətdir kimləsə bir mübahisəm var idi, yaxud da hansısa düşüncələr məni narahat eləyirdi, bəlkə hansısa bir qorxum tətikləndi. Yəni atakım nədənsə dolayı yarandı və dərhal da bu atakı kontrolda saxlamaq, simptomlarımın şiddətini azaltmaq üçün hansı davranışları eləyə bilərəm deyə düşünüb, dərhal onları tətbiq etsəniz, atakınız 1-2 dəqiqə ərzində sakitləşmiş və keçmiş olacaqdır. Lakin əgər siz öz simptomlarınızın hansı səbəbdən tətikləndiyini və yarandığını başa düşmürsünüzsə, nə qədər cəhd etsəniz də atakları kontrol altına ala bilmirsinizsə, bu ataklarınız çox sıx-sıx və intensiv şəkildə, şiddətli şəkildə təkrarlanırsa, o zaman da təbii ki, terapiya dəstəyi almağınızda fayda var. Bu zaman siz mütəxəssis yardımı ilə öz ataklarınızın yaranmasına səbəb olan düşüncələrinizi anlayacaq və bu səbəblərlə artıq daha sağlam yollarla mübarizə strategiyalarını mənimsəmiş olacaqsınız. Sağlam yolla mübarizə aparmağı öyrəndiyiniz zaman artıq bədən sizə bu qeyri-sağlam mübarizə rejimini göndərməyə ehtiyac duymayacaq. Yəni ataklara artıq ehtiyac duymayacaq. Təbii ki, bu mövzuda da mütəxəssisə ehtiyac duysanız, sizə dəstək olmaq üçün hər zaman buradayım. Əgər hələ də bu danışdıqlarımla bağlı, yaxud da panik ataklarınızla bağlı suallarınız varsa, rəylərə yaza bilərsiniz. Mən hər birisini cavablandırmağa çalışacağam. Bugünlük isə məndən bu qədər. Özünüzə yaxşı baxın, sevgi ilə qalın.